Herkese salam. Bu videoya baxırdınızsa, izahını əvvəlki videoda demişdim, amma istəyirsiniz bir daha izah edeyim. Daha sonra həllini keçək. Həllini əslində əvvəl yazmışdım, amma yenə sıfırdan istəyirəm yazmağa çalışaq. Deməli, type bir rainwater burada nədir? Yenə əvvəlki suala dediyim kimi biraz oxşuyur. Burada hündürlüklər verilib. 0, 1, 0, 2, baxın bu 0, 1, 0, 2 və s. Və bunlar arasında dolan suyun miqdarını bizdən soruşur. Burada məsələn, yenə to pointer'la getsək, məsələn, desəniz ki, okey, bura point, bir bura pointer qoysam, sonra tutaq ki, bunun sonra gələn sıfırdır, 1, 0. Bunlar arasındakı məsafə 1-dir deyəm. Bir dənə su dolar, sonra 2-dir, sonra 1-dir, sonra 2 çıx 1 desəm, burada okey 1 su dolar. Sonra 1 blok, sonra 0 blok, 1 çıx 0. Yenə 1, yəni burada düşünə bilərsiniz ki, 1 su dolub, amma yəni, o düşüncə ilə getsək, bizim kodumuz yəni, işləməz, çünki burada artıq 2 blok su var. Ona görə biz başqa düşüncə ilə getməliyik. Yəni, burada məsələn, baxanda görürəm ki, burada sıfırdırsa, burada əslində ən çox blok olan, yəni burada olan blokdan çıxmalıymışam əslində. Bu birdən çıxmalı deyilmişəm. Yəni bu ikisini də əslində ağlımızda tutmalıyıq. Yəni həmçinin buradan gedəndə də. Bir də əvvəlki sualda olduğu kimi bir deməli pointer'ı bura, ikinci pointer'ı isə yəni bura qoyacağam. İndi gəlin biraz yazaq, çünki bunun kodu biraz uzundur. İstəmirsə. Int length bərabərdir 0. Int right bərabərdir. Digər pointer int dot length çox 1 deyəcəm. Okay, bu buranı göstərsin, burada buranı göstərsin. Və nəyə baxacaq bunlar arasında? Dediyim kimi, burada maxları saxlayıram mən. Ona görə left max, right max saxlaya bilərəm. Int left max, int right max. Yəni, bunlar başa sıfır olsun, gəlin sıfır deyə bilərik. Deməyə də bilərik. Və sonra nəyə saxlayacağam? Suyu. Int water bərabər sıfır olsun. Və deyəcəm ki, bu water'ı nətər hesablamalıyıq, onu da deyim. Bu məsələn, bu bir blokdursa, 1 çıx 0, yəni belə left max'dan çıxaram, hal-hazırda olduğum, məsələn, left pointer-dayamsa, həmin pointer'ın hündürlüyünü çıxaram və o şəkildə irəliləyərəm və hansı pointer'ı hərəkət etdirmək olar? Burada məsələn, düşünək, okey, bura 0-dır, bura 1-dir. Yəni, burada mənim belə deyək də, bu 1-dirsə, okey, bu dayansa, bu 0 əslində bizə kömək eləyəcək, yəni kiçik olan bizə kömək eləyəcək ki, bura nə qədər su dolsun. Yəni, necə izah etsək onu? Məsələn, bura 2-dir, bura 3-dür. Bizə bura nə qədər su dolacağını gördüyünüz kimi kiçik blok bizə burada kömək eləyir ki, biz hesablayaq ki, burada nə qədər su dolur. Çünki baxın, bura boşdur da, yəni nəticədə bu bir blok böyük olması, yəni bizim heç bir işimizə yaramır. Ona görə yəni pointer'larda o şəkildə hərəkət etdirə bilərik. İndi nə yazaq? While left eşitdir right. İndi mən nə yoxlamalıyam? If left nə deyək? Left eşitdirsə right'dan mən burada left max'ı da deyil. Hər dəfə update etmək istəyirəm ki, left max'ı şey olsun, dəyişsin. Left max bərabərdir. Mən start max'dan istifadə edə bilərik. Mən start max seçsin ki, left max
Kod değil. Ne yapayım? Left max. Ve left'in hündürlüğü. Bunu değişsin. Yerimi düz yazdık. Sonra ne? Sonra ne? Left max'dan çıxacağam height left'e. Ki mənə onun hündürlüyünü height left. Ki o mənə 0 qaytaracaq böyük ehtimal birinci şeydə. Height left. Ya burada water'ı hesablasaq da water bərabərdir height water plus, yəni hər dəfə toplayacaq water plus height left left max'dan, deməli left max'dan çıxacağam bu left'e. Gəlin kod düz gedir. Sonra else buranı kopyalasaq. Bir de pointer yine tərtibləşdirmədim. Bu mənə left plus demeliyim burada. Sonra water plus left max. Burada right max olacak bu. Right max. Çıxılsın. Height. Burada right. Ve max max. Burada right max. Ve height right. Ve burada da right minus yazmaya. Başka neyse kaldı mı diye düşünürüm. Sonra return water desək. Gəl submit eləyək. Səhv olsa yenə baxarıq onsuz. Okay. İkinci case'imiz bizə true qaytardı. İkinci case'de mənfi 1 qaytardı. Niyə? Mənfi 1. Mənfi 1 aradan tapdıq. Baxın. Burada modus qaytardı. 6 gözlüyürmüş və mənfi 1. Okay, yine bir tane fikirləşək. Height length çıx 1 demişəm. While left right. Height left çizişdirsəm bu height right'dan. Yani biz sol daha kiçik idi. Yəni sol hərfi gətirməliyik də, sağ qalsın. Və left max tapanda da max demişəm. Left max bir de height left. Okay, bu da düzdür məncə. Water sonra water hesaplamışam. Water bərabərdir. Water plus left max. Yani ama bizimki burada şey olsun. Mənfi alınsın. Çünki videonu dayandırıb baxmaq istəyirəm bunu. Ki vaxt çox getməsin. Koda baxdım. Burada mən left max yazmışdım. Sadəcə onu right max'a dəyişdim. Yəni bir əslində etiraz eləyə gedirdim ki, burada baxdım ki, left max yazmışam. Ona görə kod səhv olub. Gəl sabit eləyək, yenə də dəqiq olsun. Gördüyünüz kimi kod işlədi.